Olur ki, hər tədbirin mənim üçün çox əzizdir, çox dəyərlidir. Dəyər verib tədbirimə gələn qonaqlar da mənim üçün əzizdir. Çünki onlar həm də şəhidlərimizə dəyər verirlər. Onlar şəhid ailələrinə az da olsa dəstək olmaq üçün o tədbirlərdə onların yanında olurlar. Odur ki, ən böyük təşəkkür sizlərə düşür. Gəlin, haqqında danışdığım qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Daha sonradan Azərbaycan Respublikasının dövlət himni ilə tədbirimiz başlasın.